İmam Zaman əleyhissalamın zühur etməməsinin bir səbəbi, ən mühüm səbəbi də budur ki, insanların ona hazır olmamasıdır. Aha. İmam Zaman əleyhissalamın zühurunu gözləmək nə mənadadır? Bir də biz zühuru tezləşdirə bilərikmi? Yoxsa bu təyin olunmuş vaxtda baş verəcək? Zəhmət olmasa açıqlama verərdiniz. Əvvəla İmam Zaman əleyhissalamın zühuru yalnız Allaha məxsusdur. O müddəti, hansı vaxtı. Bəli. Bu Allaha məxsusdur ki, Allah bilir haçan və hansı vaxtlarda zühur edəcək. Bunu bəşər heç vaxt bilməz. Bu birinci məsələ. Amma biz bunun zühurunun təcilində, yəni tezləşməsində rolumuz var ya yox? Bəli, var. Mümkündür. Ümumiyyətlə İmam Zaman əleyhissalamın zühur etməməsinin bir səbəbi, ən mühüm səbəbi də budur ki, insanların ona hazır olmamasıdır. Aha. Əgər insanlar zühur üçün hazır olsa, onda İmam Zaman zühur edər. Çünki Allah Taala 11 imam verdi. İmam Zamandan əlavə 11 imam verdi. Elə adi insanlar onları şəhadətə yetirdi. Bəli, düzdür. Qəbul olmadı. Bir var məşruiyyət, bir də var məqbuliyyət. Allah tərəfindən şər'idir, şər'i qanunidir, Allah tərəfindən. Amma bəşər qəbul etmədi. İndi təsəvvür edin, bir fəsad aləmdə İmam Zamanı tanımayan bir mühitdə İmam Zaman zühur elədi. Nə qədər insanlar onu qəbul edəcək? Ona görə insanlar ona hazır olmalıdır və o İmam Zamanın qəbul etməkdə hazırlıqlar olmalıdır. Amma bu demək deyil, ha biz insanlar çoxları fəsada doğru gedir, biz müntəzir olmayaq. Xeyr, xeyr. Buyururlar ki, burada hər bir insan özü özlüyündə öz vəzifəsinə əməl etməlidir, müntəzirdə sayılır və İmam Zamanın zühuru üçün dua etməlidir və ən əsası isə həqiqətən İmam Zaman istəyən formada yaşamalıdır. Onda olur müntəzir. Əksər insanların belə bizlərin dildədir müntəzir olmağımız, intizar çəkməyimiz. Amma əməlimizə baxanda elə İmam Zamanın qəlbini ağrıdırıq biz. Ona görə də mütləqdir ki, öz əməllərimizə diqqət etməliyik. İmam Zamanın zühuru üçün, bir də ağanın zühuru üçün dua etməliyik. Üçüncüsü, ağanın zühuru üçün zəmin yaratmalıyıq. Din yayılmalıdır ki, ağanı hər bir yerdə ağanı tanıyıb və onu istəsinlər.